50 kvadrat ərazidə kiçik bir məbləğə, hardasa 250-300 manat bir məbləğ arenda ilə biz başladıq iş görməyə və heç bir xam mal təsəvvürümüz, işi necə görəcəyik, bunlar barəsində yalnızca fikirlərimiz var idi. Materialımız yox idi. İlkin olaraq birinci xam mal əldə etməyə çalışdıq. Onu da çox çətinliyini eləmişik. Çünki biz bu şirkəti açanda epoksit qətranı deyilən məhsulun Azərbaycanda satışı demək olar ki, yox idi. Kiçik ölçülü bidonlarda biz onu İrandan təmin elədik, gətirdik Azərbaycana. 3 kilo, 5 kilo çəkilərlə başladıq işimizi görməyə. Amma işin gedişatında da ciddi çətinliklər yaşayırdıq. Yəni, düşünün 2 il müddətində heç bir fəaliyyəti uğurlu olmayan bir şirkət düşünün. 2 il müddətində biz ancaq çətinliklər, ziyanlar, müəyyən məhsulların xarab olmağı, bu şeylərlə, amma yenə bir uğur düşünürdüm ki, biz bu işdə qazanacağıq. Çünki davamlı araşdırma eləyirdim. Xarici ölkə bazarlarını araşdırırdım və düşünürdüm ki, biz bu işdə uğur tapa bilərik. İşimizə başladıq. 2 il sonra ən böyük sifarişimizi biz əslində batan vaxtımızda götürmüşük. Yəni, mən 2 il sonra düşündüm ki, biz artıq bu şirkəti bağlamalıyıq. Çünki hər ay biznes, bayaq qeyd edirsiniz, Aqil müəllimin dediyi kimi, ki, biznes sahibi olmaq üçün dəli olmaq lazımdır. Bu həqiqətən belədir. Mən 2 il müddətin sonunda artıq düşünürdüm ki, biz çox çətin bir durumdayıq. Söhbət tək maddi çətinlikdən getmir. Mənəvi çətinlik daha çox sıxıntı yaradırdı bizə. Uğur qazana bilmədiyimiz yerdə davamiyyət göstərmək bizim üçün çox çətin idi. 2 ilin sonunda tam qərar almışdım ki, biz artıq bağlamalıyıq bu şirkəti, ayrı fəaliyyətə keçə bilərik. Çox böyük ölçülü bir sifariş götürdük. Və bu bizim 2 il ki, bütün ziyanlarımızı ödəyəcək bir sifariş oldu. Yenə Allahın təqdiri ilə biz düşündük, ustalarımla müzakirə edirdik həmin vaxt ki, artıq bağlamayaq şirkəti, fəaliyyətimizi davam elətdirək və s. O gündən də bu günə qədərki müddətdə yenə strateji bir planirovka ilə, hər nə qədər bir strateji planirovka eləsək belə, bu çətinliklər davamlı, çünki individual sifarişlər üzrə məhsullar hazırladığımıza görə bu çətinlikləri yaşayırdıq.